Çinin Lonvi Biosciences laboratoriyasının mütəxəssisləri insan ömrünü uzatmağa imkan verən yeni preparatın hazırlandığını açıqlayıblar. Bugün TV xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb. Həbin tərkibi üzüm çəyirdəyi ekstraktında olan birləşməyə əsaslanır. Alimlərin sözlərinə görə dərman orqanizmdəki zombi hüceyrələr adlanan, bölünməsini dayandıran, lakin toxumalarda iltihaba səbəb olmağa davam edən qocalmış hüceyrələri məhv etməyə yönəlib. 150 ilə də yaşamaq tamamilə realdır. Bir neçə ildən sonra bu reallığa çevriləcək deyə şirkət nümayəndələri bildiriblər. Hüsniyyə Salmanova, Bugün TV.